başlayıram. Bu açılımımız olacaq. Sosialdan danışanlar, amma heç vaxt görüşməyənlər üçün bilmək istəyir ki, mən onun şəklini görmüşəm və yaxud da o mənim şəklimi görüb və mən bilmək istəyirəm. Biz real həyatda görüşsək, o məni bəyənəcəkmi? 4 variant eləyəcəm. O sizi real həyatda görsə, bəyənəcəkmi? Nə düşünəcək? Birinci variant. 2 3 ve 4. Real hayatta beni görse o beğeneceğimi. Taşları da koyar. Buyurun seçin. Birinci variantdan başlayıram. Real hayatta görsəm. Real hayatta görsə bəyənəcək, yoxsa yox. Baxaq. Necə müqayisə görünür onun ağlında. Baxaq görün bəyənəcək, yoxsa yox. Realda görsə bəyənəcək, yoxsa yox. Siz yəqin onun görüş təklifini rədd edirsiniz. Onda da sual var ki, bəlkə şəkillərdəki kimi deyil, yaxud da sizin beyninizdə elə sual var ki, o bəlkə mənim istədiyim kimi deyil. Bəyənəcəyim o sizə. Bəyənəcək, bəli. Bəyənəcək, amma bunu çox göstərməməyə çalışacaq. Yəni çox bəyəndiyin göstərməməyə çalışacaq o. Çalışacaq ki, sizin beyninizdə suallar qalsın da, məsəl üçün oğlanlar necə olur adətən və yaxud da xanımlarda, adətən qadınlarda yox, kişilərdə belə olur. Xoşu gəldi, gəlmədi, əgər bir qadın əldə eləməyə çalışırsa, başlayır ona komplimentlər deməyə. Baxmayaraq ki, bu sizi bəyənəcək, amma çalışacaq göstərməsin onları. Özünü çox səbirli belə aparacaq. Bəli, o istəməyəcək, siz biləsiniz. O gizli saxlamağa çalışacaq, o belə deyimdə sevinəcək bir uşaq kimi. Amma çalışacaq ki, siz ona belə necə borsalım, həssas uşaq kimi baxmayasınız ki, ay öldü mənim üçün də. Belə fikirlərdə olmayasınız ki, o bunu göstərməyəcək. İkinci varianta keçirik. Real həyatda görsə o bəyənəcək, yoxsa bəyənməyəcək. Çox bəyənəcək. Çox bəyənəcək, fiziki olaraq çox bəyənəcək, hesab edəcək ki, tam axtardığım kimidir, mənim gözlədiyim kimidir, nə bilim, bədən quruluş, sifət, üz cizgilər, fiziki olaraq super, vapşa super. Bəyənəcək, çox bəyənəcək. Daha biraz əl çatmaz görünəcəksiniz, amma siz də onu bəyənəcəksiniz, siz də onu bəyənəcəksiniz. Biraz əl çatmaz görünəcəksiniz siz ona, elə bil ki, yəni o qədər bəyənəcək ki, yəni mən bunu saxlaya bilərəm məndə. Çox bəyənəcək, əlavə vaxt içməyə heç ehtiyac belə yoxdur, o sizə çox bəyənəcək. Çox bəyənəcək. Sadəcə beynində biraz qərarsızlıq olacaq da, yəni mən onu saxlaya bilərəmmi? Belə bir şey. Çünki fiziki olaraq tam onun axtardığı, nə bilim, görüntüdə falan, üz quruluşda belə bir şey. Üçüncü variantı keçireyim. Bəyənəcəyim mən. Realda görsə bəyənəcək, sizi yoxsa yox.
Bəyənəcəksiniz yoxsa yox? Bəyənəcək və ciddi münasibət fikrinə düşəcək. Bəyənəcək. Bilirsiniz əslində necə o, bəlkə sizinlə görüşənə qədər çox da ciddi münasibət bəlkə deyə bilərdi, amma həqiqətən ürəyində elə bir şey yox idi. Amma sizlə görüşəndən sonra elə bir rahatçılıq tapacaq o. Çox bəyənəcək sizin. Ciddi münasibət fikirlərinə düşəcək. Bəyənəcək bəli. Bu üçüncü variantda hətta super çıxmışdı. Tamamilə fikirlər dəyişəcək. Ciddi, yəni belə deyim, evlənməli insandır, evlənməli xanımdır, evlənməli bəydir. Belə bir düşüncəyə gələcək sizinlə bağlı. Dördüncü varianta keçiriyor məni bəyənəcəyimi. Realda görsə bəyənəcək yoxsa yox? Realda görsə bəyənəcək yoxsa yox? Aha. Bəyənəcəksən yoxsa bəyənməyəcəksən? Bilirsiniz necə, nə deyəcəm? Bəyənəcək yoxsa yox? Bu variantı seçənlər üçün, ümumiyyətcə, bu variantı seçən insanlar özü bəlkə münasibət düşüncəsindədirlər, fikrindədirlər, amma insanın sizi bəyənib bəyənməmək kimi bir belə deyim də, marağı da yoxdur. Sadəcə vaxt keçirməli bir şey istəyərdi. Siz elə bil ki, ciddi yanaşmısınız bu şeylərə. Bəyənəcəksənmi bəs? Yenə də deyirəm, insan müvəqqəti bir şey axtarır, sizi bəyənəcəkmi? Yəni kimi bəyənib bəyənməmək onun vecinə də deyil. Orada o ilə görüşür, burada bu ilə tanışır, başa düşürsünüz. Siz ona çirkin gəlməyəcəksiniz, amma yəni böyük bir şey də necə başa salım, başqa qadınlardan, başqa qızlardan fərqli bir şey olmayacaq. Bir şey də olmayacaq ağlında sizə qarşı ki, ay çirkindir falan. Başqa qadınlardan, başqa qızlardan onun üçün çox da fərqlənməyəcəksiniz. Yəni qızdır da, ayda qızdır, qəşəng qızdır, bildiniz necə. Sadəcə siz bəlkə buna bir belə deyim, münasibət kimi yanaşmısınız. O prosta bildiniz necə, elə belə bir şey kimi. Yəni qızdır da, o ilə də görüşürəm, bu ilə də görüşürəm. Bax, belə bir şey çıxdı. Negativdirmi? Müəyyən mənada bəli, negativ demək olar, amma yəni sizi fiziki olaraq bəyənməsin falan, belə bir şey olmayacaq orada. Prosta elə bir ki, yəni görünüşünüz, sizin necə olduğunuz, necə bir insan olduğunuz onun üçün çox da maraqlı deyil. Həm qızdır, görüşdüm, həm oturdum, durdum, həm o ilə də görüşüm, bu belə qeyri-ciddi bir şey. Amma bəli, bəyənəcək belə normal bir xanım kimi, normal bir bəy kimi. Suallarınızı yazın, kimə hansı mövzular maraqlıdır, o mövzularda açılım eləyir. Təşəkkür edirəm izlədiyinizə görə, görüşənədək.